Salam dəyərli izləyicilər, kanalıma xoş gəlibsiz. Mən rus dili və ədəbiyyat müəlliməsiyəm. Rus dilini öyrənməyə davam eləyirik. Mavi Redkalinkada 30-cu səhifədə belə bir mətn var, tekst var. Мы живем в Москве. Biz Moskvada yaşayırıq. Demək belə deyirik. Biz живем, yaşayırıq v Moskve, yəni Moskvada. Rus dilində, Azərbaycan dilindəki kimi sıralama eyni getmir. Rus dilində deyirik ki, yaşayırıq Moskvada. Azərbaycanda deyirik ki, Moskvada yaşayırıq. Здравствуйте, salam. Меня зовут Antonio. Mənim adım Antoniodur. Моя familia Lopez. Mənim soyadım Lopezdir. Familiya женский rod olduğundan burada моя familiya deyirik. По национальности я испанец. Milliyyətcə mən İspanam. По профессии я переводчик. Po professiya nə deməkdir? Baxın, burada da bu sözdən gördük. Po nasionalnosti, po professiya. Burada milliyyətcə, burada isə ixtisasca mən tərcüməçiyəm. Сейчас я живу в России. İndi mən yaşayıram Rusiyada. Я работаю в посольстве. Mən işləyirəm səfirlikdə. В Москве, Москвада. Моя жена и мои дети сейчас тоже живут в Москве. Mənim xanımım və mənim uşaqlarım indi də və ya onlar da indi yaşayırlar Moskvada. Моя жена работает в университете. Mənim xanımım işləyir universitetdə. Ana prepodavatelь. O müəllimdir. Rus dilində müəllim sözü iki sözlə deyilir. Учитель, yəni məktəb müəllimi, prepodavatelь isə ali təhsil müəssisələrini tədris edən müəllimlərə deyirlər, yəni ki, universitet müəllimi. А мои дети учатся в школе. Amma mənim uşaqlarım isə oxuyurlar məktəbdə. Раньше мы жили в Madrid'e. Əvvəl biz yaşayırdıq Madriddə. Madriddə где sualına cavab verir. Bu предложный падежdir. Ona görə də biz sözün sonuna y hərfini əlavə edirik və jить feili keçmiş zamandadır. Və burada mı deyir, yəni biz. Biz olduğundan jıla yox, mı jili deyirik. Və əlbəttə ki, qrammatikasına da fikir vermək mütləqdir. Madrid – это большой и красивый город. Madrid bu böyük və gözəl şəhərdir. Город какой род? Город мужской род, kişi cinsidir. D hərfi, yəni samitlə bitir. Buna görə də biz deyirik ki, большой, красивый. Но мой родной город Salamanca. Lakin mənim doğma şəhərim Salamancadır. Salamanca – это маленький, старый и очень красивый город. Salamanca bu balaca, qədimi və çox gözəl şəhərdir. Yenə bir daha təkrarlamaq istəyirəm ki, город мужской roddur. Buna görə də bizim прилагательный, yəni sifətlərimiz də мужской roddadır. Маленький, старый və красивый sözləri. Мои родители живут в Salamanque. Mənim valideynlərim də Salamankada yaşayırlar. Fikir versəz, burada в Madrid'e, в Salamanque. Bunlar где sualına cavab verir. Harda? Предложный падежdir. Buna görə də предлогla istifadə olunur və sözün sonunda y hərfi deyilir. A это мой друг Ivan. Bu isə mənim dostum Ivandır. A hərfinin bir çox mənası var. Burada a это bu isə mənasındadır. Он тоже работает в посольстве. O da həmçinin işləyir səfirlikdə. Fikir versəz,
İstər ölkə, şəhər adı olsun, istər də yer, məkan, hər birində harada sualına cavab verdiyi üçün burada da Y, burada da Y hərfini biz deyirik. По национальности Ivan Ruski. Po nacionalnosti sözünü biz bir bundan əvvəl görmüşdük. Baxın, burada po nacionalnosti var, burada da var. Bu nə idi? Milliyyətcə. Milliyyətcə Ivan Rusdu. Po profesi on ekonomist. Yenə po profesini biz görmüşdük burada. Demək, bu nə idi? İxtisasca o ekonomistdir, yəni ki, iqtisadiyyatçıdır. Сейчас Иван и его семья живут в Москве. İndi İvan və onun ailəsi yaşayır Moskvada. Его жена повар. Onun xanımı aşpazdır. Она работает в ресторане. O işləyir restoranda. Yenə bir daha təkrarlayıram. Baxın, посольствие, в ресторане, предлог və yer şəkilçisini deyirik. Это новый и очень красивый ресторан. Bu yeni və çox gözəl restorandır. А раньше они жили в Санкт-Петербурге. Lakin əvvəl onlar yaşayırdı Sankt-Peterburgda. Yenə предложный падеж, əvvəlində V predloqu və burada da Y şəkilçisini deyirik. Daha sonra раньше sözü əvvəllər demək olduğundan biz burada жить feilini keçmiş zamanda deyirik. Və niyə жил-жила yox, жили deyirik? Çünki onlar, они жили, cəm hal olduğundan жили deyirik. Sankt-Peterburg, их родной город. Sankt-Peterburg onların doğma şəhəridir. Я тоже был в Санкт-Петербурге. Mən də həmçinin Sankt-Peterburgda olmuşam. Был, yəni olmuşam. Niyə была deyil? Çünki burada kim danışır? Antonio danışır. Antonio bəy olduğundan deyir ki, был. Это большой, старый и очень красивый город. Bu böyük, qədimi və çox gözəl şəhərdir. Yenə də город мужской rod olduğundan digər sözlər də ona uyğun rodda deyilir. Buradakı isə siz dəyərli izləyicilər və tələbələrə sual verilir. Deyir ki, а где ты живешь? Sən harda qalırsan? Какой твой родной город? Sənin doğma şəhərin haradır? Где ты жил раньше? Sən əvvəl harda qalıbsan? Və siz də özünüzə uyğun bu sualları cavablandıraraq öz biliklərinizi danışaraq, istifadə edərək bilə bilərsiniz, öyrənə bilərsiniz. Və dəyərli izləyicilər, daha sonra burada vопросы к tekstu var. Yəni mətnə uyğun sual-cavab. Gəlin baxaq. Deyir ki, кто Antonio по национальности? Antonio milliyyətcə haralıdır? Biz burada bilirik ki, o İspandır. Baxın, on İspanyec və bunu da bura yazırıq. Где работает Антонио? Он работает в посольстве в Москве. Его жена работает? Где? То есть где работает? Да, значит, его жена работает в университете, она преподаватель. Дальше. Madrid его родной город. Deyir, Madrid onun doğma şəhəridir. Baxaq. Deyir ki, раньше мы жили в Мадриде. Мадрид это большой красивый город, но мой родной город. Lakin mənim doğma şəhərim Salamankadır. Demək, Madrid deyil. Его родной город Salamanka. Его дети живут в Salamanке. Baxaq görək onun uşaqları harda yaşayırlar. Его дети живут в Москве. Кто Иван по национальности? Milliyyətcə Иван haralıdır? По национальности Иван русский. Где живет? Где он сейчас живет? Сейчас Иван и его семья живут в Москве. Антонио был в Санкт-Петербурге. Deyir, Antonio Sankt-Peterburgda olubmu? Antonio bu adamdır və ona görə deyir, я, mən. Я тоже был в Санкт-Петербурге. Yəni, da, говорим, что Antonio был в Санкт-Петербурге. Beləliklə, dəyərli izləyicilər, biz sizinlə Мы живем в Москве mətnini tərcümə etdik.
Və beləliklə də biz anlamış olduq ki, rus dilində anlamaq üçün bizə lazımdır sözlərin tərcüməsini bilmək, qrammatikanı bilmək və əlbəttə ki, bunları gün ərzində çoxlu istifadə etmək lazımdır. Biz dərslərimizin %80-90%-ni danışığa ayırırıq, qalan hissəsini isə bildiyiniz kimi bizim onlayn dərslərimiz var və həmçinin də ödənişsiz kanallarımız vardır ki, siz də buradan rus dilini öyrənə bilərsiniz. Hər birinin linkini aşağıda yerləşdirəcəm. Zəhmət olmasa orada baxmağı və bizi izləməyi unutmayın. Onlayn dərslərimizə qatılmaq üçün ekranda gördüyünüz nömrəyə zəng vura bilərsiniz və ya WhatsApp-a yaza bilərsiniz. Bəylər və xanımlar istənilən ölkədən və istənilən dil səviyyəsindən rus dilini öyrənə bilərlər. Rusiyaya gedirsiniz və ya Rusiya oxumağa, yaşamağa gedirsiniz. Rus dilini bilmirsinizsə və ya rus dilli ölkələrdə yaşayırsınız, amma rus dili səviyyəniz aşağıdırsa, bizimlə rus dilini öyrənə bilərsiniz. Həm qısa müddətə, həm daha asan və görəsiniz ki, rus dili düşündüyünüz kimi çətin bir dil deyil. Əksinə, mənim asan izahlarımla və əlbəttə ki, ətraflı, aydın izahlarımla rus dilini sizlər də öyrənə bilərsiniz və həmçinin də uşaqlarınız üçün də və sizlər üçün də bizim çizgi film kanallarımız var. WhatsApp-da ödənişsiz rus dili kanalımız vardır. Eyni zamanda digər sosial şəbəkələrdə də rus dilini sizlərə öyrətmək üçün və sizlərə faydalı olmaq üçün orada da dərslər və mövzular paylaşılır. Zəhmət olmasa bu kanala da, digər sosial şəbəkədəki səhifələrimizə və kanallarımıza da abunə olmağı unutmayın. Suallarınızı və hansı mövzunun izahını istəyirsinizsə, onların da adlarını yazmağı unutmayın. Növbəti dərsə qədər hələlik də svidaniya.